Salamlar hər kəsə, hər vaxtınız xeyir olsun. Artıq bu kanalda uzun zamandır birlikdəyik və belə bir qərara gəldim ki, bu kanalda yalnız dərs video izahları deyil, sizə faydalı olduğunu düşündüyüm videolar da çəkim, paylaşım və bu videomuzda bunların ilki olsun. İlk olaraq özüm haqqında qısa bir məlumat verərək başlamaq istəyirəm. Mən Şəhanə Abdullazadə, Bakı Dövlət Universitetini bitirmişəm. İxtisasım fizika və riyaziyyat müəllimliyidir və 6 illik iş təcrübəsinə sahibəm. Bu videomuzda əsas 11-ci və 9-cu siniflərə məsləhətlərlə başlayacağım və davam edəcəm. Yəni məktəblərə də faydalı fikirlərimi bölüşəcəm. Demək olar ki, 11-lərin artıq bəzilərinin imtahanı olub, bitib, bəzilərinki də qısa 1-2 günə olacaq. Əsas nələr deyə bilərəm? Çalışın artıq ümumi, yəqin ki, artıq hazırsınız böyük ehtimal və demək istədiyim nə olar? İmtahan verəcəyiniz məntəqəni müəyyənləşdirib, yəni imtahandan əvvəl ora gedib, yəni evinizdən ora kimi olan müddəti mütləq müəyyənləşdirin. Yəni neçə dəqiqə gedib ora çatırsınız. Vaxtı mütləq müəyyənləşdirin və harda yerləşdiyinə dəqiq əmin olun. Ki imtahan səhəri siz artıq onların stresinə düşməyəsiniz. Ay Allah, görəm mən vaxtında çatacağammı, düzgün nəsə yolu azıb eləmərəmmi falan kimi proseslərlə, problemlərlə qarşılaşmayasınız. Və imtahandan bir gün əvvəl hər şeyinizi hazır qoyun. Sizə yəni imtahana giriş üçün böyük ehtimal A4 səhifəsində vərəq verəcəklər də. Yəni imtahana girmək üçün o vərəqlə girmiş olacaqsınız. Yəni sizə lazım olan ləvazimatları bir gün əvvəlcədən hər şeyinizi artıq hazırlayın. Səhər tezdən bir dəfəlik götürüb evdən çıxacağınız səviyyədə olun. Doqquzlara isə demək olar ki, bir ay və bir aydan da qısa bir müddət qalıb. Əsas sınaqlar üzərində işləmək məsləhət bilərdim. Zəiflikləriniz hardasa onların üzərinə düşün və sınaqlarla özünüzü təkmilləşdirin. Əsas sınaqlarla özünüzü inkişaf etdirə bilirsiniz. Çünki başqa nələr deyəcəyim, başqa nələrsə varmı? 11-ləri dediyim 9-lara da aiddir. Əsas yəni sınaqlar üzərində işləyərək o boşluqlarınızı müəyyənləşdirin və onlar üzərində işləyin. Çox daha qısa müddət qaldıqda, nə bilim 3-4 gün qalan da artıq yeni mövzular öyrənərək fikrinizi yayındırmayın. Əvvəlcədən öyrəndiyiniz mövzuları sadəcə təkrar edərək daha da möhkəmləndirin. Yəni əsas bunları deyərdim. Keçək indi 5-8 və 10-cu siniflərə. 5-8-ci siniflərdə demək istədiyim odur ki, siz də artıq bu mərhələdən keçəcəksiniz. Aşağı siniflərdə siz hələ ki sırf dərdiniz KSG-lərlə, rubrik qiymətlərlə də problemləriniz, əsas sizin üçün önəmli məsələlər onlardır. Aşağı siniflərdə olsa, rubrik qiymətlər sizin gələcəkdə, necə deyək, qəbul imtahanında çox da böyük təsiri yoxdur, yəni 9-dan aşağı siniflərin rubrik qiymətləri. Amma onları boşa versəz, 9 və 11-ci sinifdə rubrik qiymətlərinizi yüksək eləməkdə çətinlik çəkəcəksiniz. Ona görə aşağı siniflərdən etibarən artıq bütün dərsləri maksimum şəkildə oxuyun, öz üzərinizdə işləyin və gələcəkdə hansı peşəyə sahib olmaq istəyirsinizsə, artıq düşünməyə başlayın. Və hansı qrupu seçəcəksinizsə və həmin qrupdakı olan ixtisas fənlər hansılardısa, artıq bunların fərqində olun da. Ki, hansı fənlərin üzərinə daha çox düşmüş olacaqsınız. Onu öncədən müəyyənləşdirin. Mən indi sizə əsas olaraq riyaziyyat haqqında danışmaq istəyirəm. Aşağı siniflərdən artıq özünüzü təkmilləşdirə bilərsiniz və 9 və 11-ci sinifdə yaxşı nəticə əldə etmək istəyirsinizsə, aşağı sinifdən özünüz üzərində, yəni verilən məlumatlar əsasən özünüzdə baza qurmalısınız. Yəni sizdə ümumi əsas məlumatlar olmalıdır ki, siz bir il ərzində həmin proqram əsasında
çərçivəyə düşən mövzuları tam şəkildə mənimsəyə bilərsiniz və yaxşı nəticə əldə edə bilərsiniz. Buna görə də yəni aşağı siniflərdən özün üzərində işləmək və yaxud da müəllim yanına gedə bilərsiniz. Başqa əsas nə demək istəyirdim burada? Yarıma salmıyorum. Burada qeyd eləmişdim dəftərdə. Dediyimiz kimi, məsələn, aşağı siniflərdən öz üzərinizə işləməklə yanaşı müəllim yanına getməmişdən qabaq da, deyək ki, çox halda son 1 ilə saxlanılır da bu müəllim yanına getmək. Mənim məsləhətim odur ki, müəllim yanına getməmişdən qabaq siz özünüzə ən uyğun bir müəllimin axtarışında artıq olasınız. Çünki o 1 il ərzində artıq yanına getdiyiniz müəllimlə 1 ilin sonuna kimi bərabər gedəcəksiniz də. Yəni 1 ilin əvvəlindən sonuna kimi. Çünki bütün materiallar 1 il ərzində sizə tam çatdırılacaq. Əgər o müəllim sizə uyğun deyilsə və sizə dərs keçmə üsulu uyğun deyilsə, artıq ilin ortasında müəllim dəyişmək məcburiyyətində qala bilərsiniz. Ona görə belə bir problemlərlə qarşılaşmamaq üçün öncədən müəllim axtarışında da düzgün müəllim seçməyi, peşəkar bir müəllim və sizə uyğun bir müəllim tapmağı yəni axtarışında olun və tapın artıq. Çünki son 1 il ərzində artıq siz sırf fokuslanacaqsınız həmin fənni maksimum şəkildə mənimsəməyə. Ümumi danışacaqlarımız bu qədər. Mən də yaxın zamanda, yəni gələn aydan etibarən gələn ayı fikirləşirəm. Gələn aydan etibarən hibrid dərslər hazırlayıb hibrid dərs metoduna keçəcəm. Yəni dərslərimizdən faydalanmaq istəyənlər də bizimlə əlaqə saxlaya bilər və bizim dərslərimizin əsas mahiyyəti nədə olacaq? Bunun qarantiyasını verirəm ki, sizə bizim dərslərimizin köməyi ilə siz artıq riyaziyyatdan qorxub çəkinməyəcəksiniz. Əksinə, riyaziyyatı sevib özünüzünkiləşdirəcəksiniz. Artıq riyaziyyatı siz idarə edəcəksiniz. Artıq elə bir səviyyəyə çatmış olacaqsınız ki, və riyaziyyatda ola bilsin yeni bir nələrsə siz müəyyənləşdirdiniz. Bunları hardan bilirəm? Bunları özümdən bilirəm. Mən özüm də bu proseslərdən keçmişəm və faydasını özümdə və şagirdlərimdə görmüşəm. Ona görə də bunu sizinlə də bölüşmək istədim. Başqa demək istədiyim sizə odur ki, bu kanalda da yəqin ki, görürsünüz ki, məktəb dərsliklərindən video izahlar, test izahları çəkib paylaşıram. Sırf məktəb dərsliyində olsun, fizika olsun, riyaziyyat olsun, hansı mövzunu çəkib kanalımızda paylaşmağımı istəyirsinizsə, şərh bölməsində də qeyd edə bilərsiniz. Və dərslərimizə qoşulmaq istəyənlər də bizimlə əlaqə saxlaya bilər. Bugünlük bu qədər. Digər video izahlarda və bu tipli videolarda görüşmək üzrə. Sağ olun, sağlıqla qalın.